Herkese salamlar dostlar. Videoma hoş geldiniz. Mən Sənan. Bu günlər gördüyünüz kimi biz 5-ci sinifdən riyaziyyat işləyəcəyik. Bu 2025-ci ilin kitabıdır. Siz də altdan abunə olub like etməyi unutmayın deyirəm və videoma keçirəm. İndi gördüyünüz kimi birinci nə deyir? Deyir ki, x, v və bilirsiniz də belə bir dənə düz xət var. Bu elə bir x, elə bir dənə şey deməkdir, 10 deməkdir. V hərfi 5 deməkdir. Onun yanında bir dənə 1 olarsa da bu 6 deməkdir. Yəni burada 16 yazılıb. Əslində bu tərəfdəki var ha. Bu tərəfdəki V hərfindən əvvəl bu bir dənə bu xət olsaydı o zaman bu tərəfdə 4 olardı. İndi birinci burada yazılıb 16. Yazıq bura 16. Sonra yazılıbdı ki bura 2 dənə x yazılıbdı. Yəni biləcəyik ki bu 20'dir. Sonra yazılıbdı ki mən sizə demişdim indi bayaq. X'in indi bu da 14 deməkdir. Çünki V hərfindən əvvəl bu bir dənə xətt düşübdü axı burada. O zaman əvvəl düşübdüsə biləcəyik ki bundan bir dənə əvvəl o deməkdir. Yəni bu da olacaq 14. İndi sonra nə deyir? Ədədlərinin kiçikdən böyüyə doğru düzülüşü hansı variantda? Elə bir düzülüşü aşağıdakılardan hansıdır? Elə bir birinci bu gələcək. Yəni x bir dənə xət və v gələcək birinci. Çünki kiçikdən böyüyə deyir axı burada. Gələcək birinci. B variantı olar. Bir də ki C variantı olar. Çünki bundan birinci bunlar olub. Sonra 16 gələcək x, v bir dənə də xət. O da bu variantdadır. Sonra isə 20 gələcək xx bu variantdadır. Deməli cavab C bəndidir. C variantındadır. Sonra ikinciyə keçək. Rum rəqəmləri ilə verilmiş XL ədədini onluq say sistemində yazın. Elə bir Rum rəqəmləri ilə verilmiş XL ədədini onluq say sistemi şəklində yazın. Aha, indi biz bunu necə eləyəcəyik? Elə bir eləyəcəyik ki bu ədəd elə bir XL-dir də, hə, düzdür. Elə bir bu L 50 deməkdir, bu da X 10 deməkdir. L-nın əvvəlində yazılıbdır deyə ona görə də bu 40 olur. Bizə də soruşur ki, elə bir normal rəqəm olaraq, məsələn 1, 2, 3, 4 necə yazılır, baxın buralarda. Elə bir o da bu tərəflərdə. Elə bir o da bununki kimi olacaq. Yəni 40-dır da, hə, düzdür bu rəqəm. Ona görə də bu tərəfdə də 40 işarələyəcəyik. Yəni D variantı. Sonra 3-ə keçək. Rum rəqəmləri ilə verilmiş L bir dənə xət və X ədədini onluq say sistemində yazın. Elə bir bu da necə olacaq? Buradakı bir dənə xət və buradakı X elə bir 9 deməkdir. Çünki X sözünün əvvəlində yazılıbdır bu xət. Olacaq bu da 59. Cavab ona görə də C olur. Sonra dördüncüyə baxaq. Dördüncüdə nə deyir? Deyir ki, Rum rəqəmi ilə verilmiş X, C, V və bir dənə xət ədədini onluq say sistemi şəklində yazın deyir. Elə bir bunda da elə eynisi olacaq. C elə bir 100 deməkdir. V da bayaq demişdik də. V da elə bir 5 demişdik, düzdür. Elə bir burada 6 yazılıbdır. Burada da XC yazılıbdır. XC nədir? XC elə bir nə yazılıb bura? X-nin C. Elə bir X 10 deməkdir. 100 də C deməkdir də, hə? 100-ün əvvəlində yəni X yazılıb. Oldu bu 90. Oldu yəni 96 yazılıb burada. Ona görə də cavabımız D variantıdır. Sonra keçək 5-ə. Rum rəqəmi ilə verilmiş C və D ədədini onluq say sistemi şəklində yazın. Elə bir D nə demək? C-ni bayaq dedik, elə bir 100 deməkdir. D elə bir 500 deməkdir. 500-dən indi 100-ünü çıxırıq. Yəni əvvəlində gəlib axı, eləyəcək 400. Ona görə də cavabımız da 400-dür. Aha. İndi isə keçək 6-ya. 6-da nə deyir? Rum rəqəmləri ilə verilmiş C, L
düz xətt və V ədədini onluq say sistemi şəklində yazın deyir. Yenə onluq say sistemi. Elə bil bu tərəfdə necə olacaq? Bu tərəfdə elə bir cavab 4-dür. Çünki 4 deyil də əslində. Çünki mən bu tərəfi deyirəm. Bu bundan əvvəl gəlib, axı V-dan əvvəl düz xətt gəlib yenə. Bu yenidən 4 olur. Amma bu C-nin yanında da el gəlibdir. El də elə bir 50 deməkdir də. C də 100. 100-ün üstünə 50 gəldik. 150. Üstünə də 4 gəldik. 154. Cavabımız ona görə də C variantı olacaq. Sonra keçdik 7-yə. 7-də nədir? Rum rəqəmləri ilə verilmiş C, X, L ədədini onluq say sistemi şəklində yazın. C biz demişdik ki, 100 deməkdir. L da elə bir X-in arxasında yerləşib daxı. Ona görə də biz bu tərəfdə 40 eləyəcəyik bunu. Elə bir cavab oldu 140. Cavab D variantıdır. Sonra keçək 8-ə. 8-də nədir? Deyir ki, rum rəqəmləri ilə verilmiş X, C, bir dənə düz xətt, X ədədini onluq say sistemi şəklində yazın deyir. İndi X demişdik ki 10 deməkdir. C də elə bir 100 deməkdir. 100-dən 10-unu çıxırıq. Eləyəcək 90. Sonra X də 10 deməkdir də. İndi dedim. Sonra çıxacaq ondan birini. Çünki burada düz xətt var. Eləyəcək 9. Elə bir qalacaq 99 olacaq cavab. Cavab D variantıdır. Keçək 9-a. 9-da nədir? Rum rəqəmləri ilə verilmiş X, V, 2 dənə düz xətt ədədini onluq say sistemi şəklində yazın deyir yenə. Elə bir bu tərəfdə necə olacaq? Elə bir bu tərəfdə bu X vara 10 deməkdir, bu da 5 deməkdir. Oldu 15, yanında da 2 dənə düz xətt var. Bu V-nın yanındakı 2 xətt demək olur ki 7 deməkdir, yanında da X var. Olacaq 17. Cavabımız B variantıdır. Sonra keçək 10-a. Onda nədir? Onda deyir ki, X, V və bir dənə düz xətt rum rəqəmlərinin hərəsindən bir dəfə istifadə edərək yazıla bilən ən kiçik ədəd hansıdır? Biz buna götürə bilərik ki, birinci 1 götürə bilərik, sonra yəni bu düz xətti götürə bilərik, sonra V-ni götürə bilərik, sonra X-i götürə bilərik. Eynən baxın belə olacaq. Bu da olacaq 4. Elə bu ondan da 4 çıxırıq, eləyəcək 6. Cavabımız B variantıdır. Sonra keçək təzədən bu tərəfdə bir dənə 1 var, ona keçək. Birdə nə deyir? 47 ədədinin rum rəqəmləri ilə yazılışı hansıdır? 47 necə yazılırdı? Elə bir biz demişdik bayaq. 50 elə bir L yazılırdı da, düzdür? Onun bu tərəfinə, yəni əvvəlinə 3 dənə xətt çəkəcəyik. 1, 2 və 3. Oldu bu. Yəni bu 50 deməkdir. 47 deməkdir, çaşdım. Bu tərəfdə də D variantında bu işarə görsənib. Ona görə də cavab D variantı olacaq. Sonra keçək təzədən 2-yə. 2-də nədir? 100 plus 30 plus 7 cəmini rum rəqəmləri ilə yazın. 100 plus 30 plus 7 cəmi elə bilirsiniz də sizdə. 137 olur. 137 də necə yazılır? Elə bu yazılır ki, 100 yazaq birinci, belə C hərfi yazdıq. Sonra 30 sözünü yazmaq istəyəndə bura L yazın. L yazdıq. Sonra, yox, mən bu tərəfdə çəkdim, belə deyil. Bu tərəfdə elə bu olacaq 137-də, düzdür indi. İndi burada olacaq. İndi isə burada necə olacaq? Elə bir variantlardan elə hesablayacağıq. İndi görəcəyik ki, birinci C ilə L yanaşı gəlib. Yanaşı gələ bilməz. Çünki bu tərəfdə C, L 150-ni bildirir. Yəni, sonra bundan sonra X gəlir 160 zat. Bu olur 167, amma bizdən 137-ni soruşur. 137-ni necə eləyə bilərik? Elə bir burada birinci baxırıq təzədən D variantına. D variantında görürük ki, D yazıbdır. 500 yazıbdır.
yazılıbdı. Bunun heç bizə əlaqəsi yoxdur. Ona görə C-nın dadını da atdıq, qaldı A-dan B. A-ya baxırıq sonra. A-da yazılıbdı ki 137 yazılıbdı. Həqiqətən də bu düzdür. Amma bu tərəfə baxırıq. Burada 130 yazılıbdı. Bu tərəfdə amma 5 yazılıbdı. Yəni bu olur da 135 olur. Ona görə də düzgün cavabımız A variantı olur. Aha. Sonra isə 3-ə keçək. Deyir ki, burada rüm rəqəmləri ilə verilmiş x, c, düz xətt və x ədədini onluq say sistemi şəklində yazın deyir. İndi burada yazılıbdır ki, onluq say sistemində necə eləyirdik? Elə bir buradakı c 100 idi, x-da elə bir x-da elə bir ondan əvvəl gəlib daxı. Ona görə də bu ədəd 90 olur. Elə bir 90 plus yazırıq. Daha asan bizim üçün olsun deyə. Bizim üçün daha asan da olsun deyə belə plus yazırıq. Sonra isə burada 9 yazılıb. Baxı, x-dən əvvəl bir dənə düz xətt gəlib. Olacaq bu da 9. Üstünə gəlirik. O da eləyəcək 99 eləyəcək. Aha. Bu 99'da eləyəcək C variantı. Elə bir C variantında təkcə 99 var. Sonra keçək 4-ə. 4-də deyir ki, L, X, X plus X, L cəmini rüm rəqəmləri ilə yazın deyir. Aha. Bu birinci bunu elə bir bizim normal yazdığımız kimi elə bir necə deyilir tərcümə eləyək. Belə deyirəm mən indi. Bunu indi bu L, bu XX oldu bunlar 70. Yəni bura yazırıq 70 plus XL yazıbdı. Yəni yazıbdı burada 40 yazıbdı. Hə. L-dən əvvəl X gəlib dax. Yəni bu olur 40. Burada yazırıq 40. İndi isə bunları toplayırıq. Elədi 110. İndi 110 bunlarda yəni bu rüm rəqəmində necə yazılır onu tapacağıq. 110 birinci başlayırıq buradan. LX yazıbdı. Bu səhvdir. Bu 60 eləyir də. Bunun aidiyyəti yoxdur. Bu tərəfdə C variantında yazıbdı ki CX. Bu olar. Bu düzgündür. Çünki bu 110 deməkdir. C 100'dür, X de 10'dur. Sonra B variantına baxaq. B variantında deyir ki CX. Elə də bir də ki yanında L var. Buna da diqqət eləyək. L ilə X elə bir yanlışa gələndə bu 40 eləyir. Yəni burada da 140 yazılıb. Bu da səhvdir, bu da səhvdir. Keçəcək sonra A-ya keçəcək. L, X yazıbdır. Yəni bu olur 50, 100, 110. Yox, heç seçdim. İndi isə A variantını keçirik. A variantında elə bir LLX yazıb. LLX de 110 deməkdir. Burada 2 dənə cavab var yəqin. Bu sual yəqin ki səhvdir. Çünki LLX 110 demək daxı LL 100. Yəni L 50'dir, L də 50'dir. Oldu 100. Yanında da bir dənə X var. Oldu bu da 150. 150 değil 110. İndi bu tərəfdə C ilə X var. Burada da 110 olur. Yəni burada iki cavab da doğru olduğu üçün mən C ilə A-nı seçirəm. Sonra B-yə baxaq. B-da CXL yazılıb. CXL-də elə bir 100, necə deyim, 140 eləyir. Yəni bu B da səhvdir. Aha, sonra isə keçdik 5-ə. Rüm rəqəmləri ilə verilmiş M, M, C, D ədədini onluq say sistemi şəklində yazın. M biz demişdik ki, nə idi? M elə bir 1000 deməkdir. Buraya yazırıq asan gəlsin deyə. 1000 plus. Bu tərəfdə D yazılıb. D elə bir 500 deməkdir. C ondan əvvəl yazılıb axı. Yəni D 500'dən 100 çıxacaq. Elədi 400. Üstünə də gəlirik 400. Eləyir bu da 1400. Cavab olur B variantı. Sonra keçək 6-ya. 6-da nədir? Deyir ki, rüm rəqəmləri ilə verilmiş XX bir də ki 2 dənə də düz xətt ədədini onluq say sistemi şəklində yazın. İndi isə bu tərəfdə veribdi ki X veribdi, sonra yeniden X veribdi. Oldu bu 20. Sonra yanında 2 dənə daha düz xətt var. Oldu 22. Cavab ona görə də olur 22. Yəni A variantı.
Aha, indi isə keçdik 7-yə. Nədir 7-də? Rum rəqəmləri ilə verilmiş M, C, X, L, bir də ki, V ədədi hansıdır deyir. M elə bir, biz necə deyim? M elə bir 1000 deməkdir. Bura yazırıq yenidən 1000. Bizə asan gəlsin deyə. Sonra gəlirik. Bura plus yazırıq. Sonra bura yazılıbdı ki, L ilə X yazılıbdı. Gördüyünüz kimi. L ilə X də elə bir 90 deməkdir. 90'ın da qarşısında yazılıbdı ki, V ədədi. Bu da 5 deməkdir. 95 olur. 100'ün qarşısındadır deyə bu 95 ədədi. Olur 195. Üstünə də gəlirik bunun 195. O da eləyir 1195. Cavab olur. Mən sizdən üzr istəyirəm dostlar. Çünki bu tərəfdə mən səhv demişdim. Bu tərəfdə şey olmalıydı. Necə deyim? Elə bir eldən X çıxırıq ha. Mən ona çaşıb 90 dedim. Amma o 40 demək imiş. Çaşdım onda. Elə bir buradakı da 40'dır gördüğünüz kimi. Yəni 9 yerinə 4'dür. Yazırıq bura 4. Elə bir cavab da alınır B variantı. Sonra keçirik 8'ə. Yazıbdır ki, burada Rum rəqəmləri ilə verilmiş C, M, X, L, 1 və V yazıbdır. Bu deyir ki, sonra ədədini onluq say sistemi şəklində yazın deyir. Bu tərəfdə olacaq. Necə olacaq? Elə bir M 1000 deməkdir. Çıxırıq C-ni, yəni C-ni. Elə bir olacaq 900 olur da. 1000-dən 100 çıxanda 900 alınır. Aha, sonra bura yazırıq 900. Sonra plus yazırıq. Sonra burada yazılıbdır ki, L, bir də ki X. L-dən X çıxanda qalır 40. Yəni 50-dən 10 çıxanda qalır 40. Bura sonra yazırıq 40. Sonra yenə plus. Sonra V'nin yanındakı da V'nin yanındakı da bir dənə 1 olur. Bu da ki 4. Siyah. Bura 4, bura 4, burada 9. Oldu 944. C variantıdır. Sonra keçdik 9'a. 111 ədədinin Rum rəqəmləri ilə yazılışı hansıdır? Birinci yazırıq ki 100, yəni C. Sonra yazırıq 10, X və 1. Bir dənə də 1. Elə bir düz xəttdə yəni. Olur cavab A variantı. Keçdik sonra ona. Rum rəqəmləri ilə verilmiş M, D, C, L, bir dənə 1 və sonrasından da V ədədini onluq say sistemi şəklində yazın deyir. İndi bu tərəfdə 1000 idi. Üstə gəlsin. Burada D veribdir 500. Aha. Sonra isə necə olur? Aha. Sonra isə bu tərəfdə C veribdir. C elə bir 100 deməkdir. Sonra isə burada 50 veribdir. 50 L idi. Yəni L 50 idi. Burada V-la bir dənə 1 yazıbdır. V-la 1 bilirsiniz də əvvəlində gələrsə 4 olur. Aha. Bunu hesablayaq. 4, 5, 6, buradakı 1. Eləyir 1654. Cavab D variantı. Deməli dostlar, bu günləri bu qədər idi videomuz. Siz də altdan abunə olub like atmağı unutmayın deyirəm və sağ olun.